Elə ki, əqd quruldu, elə ki, kəbin oxundu, bir sıra haqlar gəlir qadının boynuna. O haqlara əməl edilməlidir. Onların bəzisi vacibdir, bəzisi müstəhəbbidir. Onlara doğru və dürüst əməl edən xanım ibadətindən ləzzət duyar, mənəvi feyz duyar. Yox, əgər əməl eləməsə, yox. Və bu haqları icra eləmək onların boynundadır. Vacibdir. Hətta bugün bir kişi qadının haqqını əda eləmir, qadının ixtiyarı yoxdur. Desin, day, bu mənim haqqımı əda eləmir, mən də onun haqqını əda eləməyəm. O mənə vaxt ayırmır, mən bundan sonra ondan icazəsiz çölə çıxaram. Bunu qadın eləyə bilməz. Çünki o haqq ki, qadının boynundadır, onu Allah haqq eləyib ona. Kişi eləməyib. Və qadın o haqqı icra eləyəndə qurbətən ilallah, Allah sənə xatir icra edirəm deyir. İndi bugün kişi o haqqı əda eləmir, qadının ixtiyarı yoxdur, desin ki, mən də bu haqqı əda eləməyəcəm. Qadının vəzifəsidir, əməl eləsin. Qadın əməl eləsə, doğrudan onun namazları gözəl olar, orucu gözəl olar, digər itaətləri onun o əməli ilə daha da gözəllik tapar. Və elə ki, kəbin oxundu, fərq eləməz. Kəbin oxunan gündən bir sıra haqlar gəlir. Ola bilər, hələ nişanlıdırlar. O haqlardan biri itaətdir. Qadın həyat yoldaşına itaət etməlidir. Yəni, qadın kişinin sözünə qulaq asmalıdır. Yəni, qadın, məsələn, evdən çölə çıxanda həyat yoldaşı əgər izin verməsə çıxsa haramdır. İndi istəyir ailə qurub, yox, hələ qurmayıb, fərq eləməz. Ailə qurub, yox, qurmayıb. Kəbin ki, oxundu, haqq əda olunmalıdır. Qadın, baxmayaraq ki, hələ xanım ata evindədir, o haqqı icra eləməlidir. Nişanlı vaxtı da mühüm məsələlərdən biridir. Ümumiyyətlə, nişanlı mövzusuna ki, toxunduq, iki kəlmə bu mövzu haqqında danışıb, çalışa insan, cavanlara deyirəm, onlar ki, nişanlıdırlar, birinci çalışsınlar, bu nişanlı dövrü çox keçməsin. Çünki şeytan müdaxilələr edir, şeytan iki ailənin arasına daxil olur, şeytan qızla oğlanın arasına daxil olur, ilk əvvəl hələ yaxşı gedir. Qız oğlana can, oğlan qıza can sənə qurban olum, hələ ki, yaxşıdır vəziyyət. Hələ qaynana da yaxşı davranır oğlanlar, amma get-gedə ki, bu gedir, bu davam eləyir, şeytan müdaxilələr edir. O da vəzifədir ki, yaxşı olar ki, uzatmıyorsunuz. Bu əxlaq ustadların tövsiyəsidir cavanlara, iki gəncə. Deyir, çox uzatma vaxtı. 3 ildir hələ nişanlıdır, 5 ildir hələ nişanlıdır, demirəm haramdır. Amma şeytan müdaxilələr edir. Yerə deyirəm, əvvəllər razıdırlar bir-birlərindən, hətta xanım xoş deyir ki, kişi, yəni qarşı tərəf ona qadağalar qoysun. Hələ ilk əvvəl belə xoş deyir. Qadağa qoymasa narahat gezir ki, bu mənə diqqət yetirmir. Əvvəl belədir. Amma biraz keçir, biraz vaxt ötür, özünüz bilirsiniz nələr olur. O da yaxşıdır. Yaxşıdır ki, daha nişanlı oldu tez ailə qursunlar, çox keçməsin. Və bu nişanlı vaxtı ataların boynunda bəzi haqlar var. O haqqı icra eləsinlər. O haqq nə haqqdır? O haqq kəbin haqqı, mən istəyirəm buna toxunaq ki, uzatmasın ata bəzi vaxtlar deyir, yox, hələ kəbinə icazə vermir. Bu iki gənc bir-biri ilə danışır. Bu bir-biri ilə söhbət edir. Bəzi vaxtlar bir yerdə harasa gelirlər. Ola bilər, bəzi fikirlər gəlsin, geçsin, mən üzr istəyəm. Ata da gəlir günahda, bəzi vaxtlar şərik olur. Birincisi, bunu bilmək lazımdır ki, hələ ki kəbin yoxdur, bunların ünsiyyəti çox sıx ola bilməz. Biraz tanışdıq üçün İslam icazə verib, bir-birinizi tanıyın, bir-birinizlə danışın, o səndən danışın, sən ondan danış. Çünki sabah ailə qurursan sən, körona ailə qurmaq olmaz ki. Atam getdi, heç özü də xəbəri yoxdur, toy günü, hə. Elə olmaz ki, gələk oğlan qızı görsün, qız oğlanı görsün. Bu vəzifədir, hə, gördülər. Ondan sonraki daha artıq danışmaqlardır, əgər kəbin olmasa haramdır. Tanıdılar bir-birlərini, bir-birlərini tanıyandan sonra kəbinsiz şəkildə bunlar bir-birləri ilə danışırlar və bəzi sözlər bir-birlərinə deyirlər, keçirlər. Da hamı bilir hansı mövzulara toxunuruq da. Da orada diqqətli olmalılar. Orada üzr istəyirəm, bunun əli onun əlinə deyə bilməz. Haramdır. Haramdır. Günahı var.
cəzasını çəkəcək. Əgər tövbə eləməsə, tövbə eləsə işim yoxdur. Atanın vəzifəsidir bu mövzuda kömək olsun. Amma yenə bağışlayız məni, cavanlar da atanı, ananı məyus eləməsinlər. O ki, gənc, o əqid ki quruldu, hələ toydan qabaq əqidləri qurulub, başa düşürsünüz hansı mövzulara toxunuram. Elə şərait yaratmasınlar ki, sabah başqa ata, başqa bir ata qızım verir indi başqasına, kəbin oxutdurmağa gələndə deyir, yox, qorxuram, üzr istəyirəm sizdən. Düzdür, bəzi şeylər halaldır, bildik, onları bilirik. Amma daha hər şeyin vaxtı, vədəsi və müddəti var. Orada insan diqqətli olsun. Bu mühüm məsələlərdir. Və qadın başa düşməlidir ki, onun ki boynunda haqlar var, ana haqqı, bacı haqqı, bibi haqqı, qardaş haqqı, hədisdir, Peyğəmbər buyurur, bu haqların içərisində ən əzəmətli haqq həyat yoldaşının haqqıdır. Qadın üçün. Amma kişiyə gələndə deyir, sənin anavın haqqıdır. Peyğəmbər deyir, mənim sözüm deyir. Kişiyə gələndə deyir, ana haqqıdır, qadına gələndə deyir, həyat yoldaşının haqqıdır. Bugün ana xəstələnir. Çağırır qızım, gəl bizə, bu qız da ailə qurub, həyat yoldaşından izin almalıdır, sonra çıxmalıdır. Olmaz izinsin, geçsin. Çünki bu haqq ondan əzəmətlidir. Bu haqqı əda eləməlidir. Peyğəmbər buyurdu, şiraru nisaikum, deyim ən pis xanımlar kimdir? Ən şər xanımlar deyim sizə kimlərdir? Kimdir ya Rasulallah? Bir, inatkar xanımlar. Hey höcətləşir həyat yoldaşına. Deyir, eləmədə oldu. Sən orada ki, ay xanım deyirsən, yox, mən eləyim, bilginən kişi deyibsə, yox, çətin olacaq, dönməyəcək bu fikrindən. Hey dedikcə daha da buna pis təsir edir, deyir ki, yox ki, yox. Hey toxunur telə. Amma biraz sükut eləsin, bəlkə də biraz özü gələr deyər, hə, yaxşı. Burada ümid var, o tərəfdə ümid yoxdur axı. İnatkar olmasın xanım. Söz deyil də əməl eləsin. Əlbəttə halallardan söhbət gedir. İndi kişi harama dəvət edir xanımı, orada xanım deyir, yox. Mən Allaha itaət edirəm. Sonra buyurur, itaətsiz xanımlar. İkinci xüsusiyyət. Pis xanımların xüsusiyyəti. Həyat yoldaşlarına itaət edilir. Onların sözünü qulaq asınlar. O deyir, olmaz, bu deyir, olar. 2. 3 buyurur, mən sayıram da, bədrəftar xanımlar, həyat yoldaşı ilə pis rəftar edən xanımlar. Həyat yoldaşı ilə kobud rəftar edən xanımlar. Və arxasıca buyurur, amma naməhrəmlərlə xoş rəftar olan xanımlar. Həyat yoldaşı ilə bədrəftar edir, naməhrəmlə təbəssümlə danışır. İslam əksinə deyib. İslam xanıma deyir, xanım, bir dənə tikandan sədd çək özvə, təkəbbürlüyündən bir dənə sədd çək, naməhrəm sənə yaxın dura bilmirsin. Təkəbbürlü ol. Təkəbbürdən Allahın bu qədər acığı gəlir. Amma xanıma gələndə deyir, təkəbbürlü ol. Çox təkəbbürlü ol. Naməhrəmin müqabilində təkəbbürlü olsun. Elə şərait yarat ki, o qorxsun naməhrəm sənə yaxın durmağa qorxsun. Rəftarınla, danışığınla, hərəkətinlə, söhbətlərinlə elə şərait qur, bu naməhrəm sənə tərəf üst tutmasın. Təkəbbürlü gəz bu mənada. Həyat yoldaşının yanında yox, naməhrəmin yanında. Təkəbbürün olsun. Təkəbbür əldən vermə. Xanım niyə bu qədər təkəbbürlü olsun? Çünki xanımın iffəti hər şeydən üstündür. Allah bu qədər diqqət yetirir xanıma. Zərif dedim də, çox zərif bir məxluqdur ki, çox diqqətli ol ki, sənə bir xələl gəlməsin. Danışığında diqqətli ol naməhrəmlə. İndi bəzi vaxtlar danışmır, bəzi vaxtlar indi olur bəziləri də, indi Allah uzaq eləsin. Bu sosial şəbəkələrdə elə hey danışır naməhrəmlə. Gecə saat 2-yəcən bunun orada nə söhbəti var? Niyə danışır? Nə söhbət eləyir? Dindən belə danışma naməhrəmlə orada. Lazım deyil. Onlar başqa ziyanları var, ona görə deyirəm lazım deyil. Xətərləri var, ona görə deyirəm lazım deyil. Bu ziyandır. Bəzi vaxtlar götürür şəklini də qoyuraq o tərəflərə. Niyə qoyur bu şəklini?
Axı sənə Allah bu qədər dəyər verir, qiymət verir. Ola bilər, bu dediyim 2 dənə mövzuda nəsə istisna, bəzi vaxtlar hardasa olsun, o istisnaları yaxşı qoydum da kənara. Adi şəraitdə niyə danışır? Niyə söhbət edir? Din icazə vermir. Olmaz deyirdin. Xanım itaət eləsə həyat yoldaşına, onda ailədə bir məhəbbət yaranır. Peyğəmbər özü buyurdu, Əuzu bik, ya Rəbbəl aləmin, sənə pənah aparıram min imrəətin, o qadından ki, cavanlığında məni qocaltdı. Saçı olub ağabbaq. Dərd fikir bunu bir tər edir. O cürlə xanımlar da var da həyatda. Yaxşısı da çoxdur, əlhəmdülillah. Amma beləsi də var. Ki, qocaltdı, mən pənah aparam, ya Rəbbəl aləmin sənə. Və 3 qrup insan var, hədislərdə var, buyurur, onların namazı Allah qatında qəbul olmaz. Onlar kimdir? İkisini deyirəm, biri bizə aiddir. Biri odur ki, o hakim ki, insanlar ondan narazıdır. Bu bir. İkinci odur, imrəətun batət. O qadın ki, gecəni yatır, həyat yoldaşı ondan narazıdır, bu yatır. Narazı olan müddətə qədər Allah deyir, namazların məqbul deyil. Xanım, gəl həyat yoldaşından halallıq al, onu razı elə, onunla razılaş, o aranızda kin-kidurət getsin, ondan sonra sənin bu namazlarını qəbul edəyəm mən. Yoxsa belə qəbul edəməyəcəm. Mühümdür, bax. Xanım evdən çıxır, gedir bayram. İzin almasa nə olar? İzin almasa buyurur, izinsiz çıxsa evdən, lə'nət ha. Kim? Mələikətüs səma, göyün mələkləri, mən deyirəm sən say. Mələikətül ərd, yerin mələkləri. Mələikətül xəzəb, qəzəb mələkləri. Mələikətül rəhmə, rəhmət mələkləri. Hamısı yığışar bir yerə, o evdən çıxıb evə qayıdanayacaq, deyərlər sənə Allahın lənət olsun. Deyərlər bunu sən qazan. Niyə izin alırsan? Xanım da var, çıxar. Deyər, qoy gedin, gəlin, sonra icazə alaram. Olmaz. İcazəsiz çıxma. Bəla gələr ha evə. Bəla gələr, qısa xırda baxma məsələlərə xanım. Ailədə boşanma olar. Ailədə başqa-başqa söhbətlər olar. Bəla gələr, evi qapısını döyər. Bu cürlə şeylər olur. İcazəsiz çıxma inan. İstər nişanlı vaxtı kəbinlisə gəl, istər adi vaxtlar, belə vaxtlardır. Fərq eləməz. Çıxma deyir. Olmaz icazəsiz çıxarsan cördən evdən çölə. Xanım da var, çıxar. Həyat yoldaşı zəng eləyər, evdəsən, yalandan deyər, hə ki, evdəyən problem olmasın. Burada aləm deyili bir-birinə. Bir yalan, bir itaətsizlik. Vay o gündən. Yəni, aləmi vurur, adamın bir dənə gözləri açılaydı, görəydi ki, nələr baş verir aləmdə, nələr olur. Bir onu görəydi adam, ondan sonra uzaqlaşardı belə şeylərdən. Çox vəziyyət pis olur, elə olmaz. Bir dənə kişi getdi səfərə, həyat yoldaşını tapşırdı xanım, mən gedirəm səfərə, məndən icazəsiz da mən olduğum müddət ərzində bayra çıxım. Xanım dedi, Peyğəmbərin zamanında. Bir neçə gün keçdi, xanımın atası xəstələndi. Bu xanıma da yoldaşı deyib getmək ilə, heç kim. İndi ata evinə getməlidir. Peyğəmbərə xəbər göndərdi ki, gedin deyin Peyğəmbərə, mən neyniyim? Gəllər, ya Rasulallah, xanım deyir, mən neyniyim? Dedi, gedin ona deyin ki, atı, o ki, həyat yoldaşı ona söz deyib əməl eləsin. Qayıtlar gəldilər, deyirlər, xanım, Peyğəmbər belə dedi. Biraz keçdi, kişinin vəziyyəti lap pis oldu. Yenə xəbər göndərdi, neyniyim? Peyğəmbər yenə cavab verdi, gedin o xanıma deyin, çıxmasın çölə. Həyat yoldaşı izin verir. Bir neçə gündən sonra atası dünyasını dəyişdi. Yenə xəbər göndərdi, çıxa bilərəm. Dedi, yox, çıxa bilmərsən. Atası dünyasını dəyişib, baxı, olmaz. Həyat yoldaşı izin verməyib gedib. Sonra nə oldu? Sonra Peyğəmbər də bir dənə xəbər göndərdi. Baxı, xanım itaət edib, baxı. Xəbər göndərdi, dedi, gedin o xanıma çatdırın. Nə çatdıraq, ya Rasulallah? Dedi, gedin ona deyin, İnnəllaha qəd qəfərəlləki və li-əbiki bita'atiki li-zovciki. Sən ki, belə elədin, xanım, Allah deyir, bu günəycən nə qədər günah eləmişdin, hamısını sildi. Bu bir.
Sənin bu hörməti və atavın da bütün günahların bağışladın bu iki. Razı qaldın, mən də Allaham axı. Bu Allahın sözüdür ona. Sən itaət edirsən həyat yoldaşı və qoyaram zayi olsun, mən qoymaram zayi olsun. Bu da sənin əcrin. İnşallah gedərsən, qovuşarsan, atondan əbədi bir yerdə cənnətdə olarsan. Bundan böyük nə ləzzət? Çıxa bilməz xanım. İtaət eləməlidir həyat yoldaşı. Xanım üçün ən əzəmətli şəfaətçi hədisdir. Ən əzəmətli qiyamət günü ki, hamı pis vəziyyətdə biri o yana qaçır, biri bu yana qaçır, şəfaətçi axtarır. Hədis buyurur, ən gözəl şəfaətçi sənin həyat yoldaşının razılığıdır. Əgər həyat yoldaşın razı olsa səndən, o sənə böyük şəfaətçidir, narahat olma. O şəfaət eləyəcək səni. İnşallah geyəcəksən cənnətə. İtaət eləməlidir və bir də başqa məsələdə itaət eləməlidir. Onu da üstü örtülü keçib gedirəm. İtaət eləməlidir. İtaət eləməsə, kişi çölə çıxsa, bir günah eləsə, günahlar eləsə, gözü baxsa naməhrəmə, üzr istəyirəm. Hədis belə buyurur ki, ona nə qədər günah veriləcək, xanıma da o qədər veriləcək. Çünki kökündə belə bir məsələ olmuşdu ki, üstü örtülü keçdi. Bu bir məsələ. Kişi, xanım kişiyə itaət eləməlidir. Sözlərinə qulaq asmalıdır. Evdən çölə çıxdı, itaət eləməlidir. Hətta bir xanım müstəhəb bir oruc tutmaq istəyir. Həyat yoldaşı qayda deyə xanım tutma, haramdır tutmasın. Allah ona verəcək əcr. Nə istəyir o? Allaha yaxınlaşmaq istəyir. Allah deyir, mən bu qürsü yoluna verirəm sənə. Sən itaət elə. Tutma müstəhəb orucu. Xanım Kərbəlaya getmək istəyir. Həyat yoldaşı izin və icazə vermir, Kərbəlaya getsə bu xanım, orada getsin, namazların tam qılsın, 2 rükət qılmasın, 4 qılsın. Çünki haram səfərdə namaz 4 rükətdir. Haram səfərə çıxıb. Savab yoxdur heç, o qoyun kənara. Haram səfərdədir. İmam Hüseyin ağanın yanına gedir, amma haram edir. Olmaz. Sən xanım itaət elə, Əbu Abdillah Hüseyin, gələr başının üstünə. Sən elə burada ya Hüseyin deyil. Bir nəfər dünyasını dəyişirdi, can üstündəydi. Dedilər, nə olub sənə? Bu vaxt deyəcən deyirdin, ay Hüseyin deyirdin. İndi can üstündəsən, heç Hüseyin demirsən. Dedi, mən o vaxt Hüseyin deyirdim, başımın üstündə deyildi. İndi gəlib başımın üstünə, diyanım mənim yanımda, sən görmürsən. İtaətkar olsa, Əbu Abdillah Hüseyin ziyarət eləyər onu. Ağızı gələr, narahat olmasın. Mən kişilərin haqqında danışacağım. Onlara çox bu məsələlərdə sıxmamalıdır. Müəyyən qədər, Allah deyən qədər onlara asayiş verməlidir. Müəyyən qədər Allah nə qədər deyib, o çərçivə altında azadlıq verməlidir. Bunlara da toxunacaq gələn cümlələr, narahat olmayın. Və qadın çalışsın, kişinin eybini orada-burada danışmasın. Biraz ki, ünsiyyət pozuldu da, gedib anasına, xanım hətta, anasına belə qeybi həyat yoldaşının eyblərini danışmasın. Saxla özündə. O sənin həyat yoldaşındır. Heç kimə demə. Qoy heç kəs bilməsin. Xanım və kişi bu deyilən məsələlərə əməl eləsələr və cənnətdə də bir yerdə olacaqlar, narahat olmasın xanım. Həyat yoldaşı ilə birlikdə olacaq. Bir yerdə. Bir nəfər xətib bunu deyirdi, yadıma düşdü. Xətib qayıtdı ki, xanım əgər belə olsa, inşallah cənnətdə də bir yerədilər. Qutarandan sonra xutbə yaxınlaşdı buna, dedi, 50 ildir bundan bir yerdəyim, bezmişəm, orada da şeycan bundan bir yerdə olacaq. Dedi, o pis idi də, yaxşı xanımlarımız haqqında ki, bizim canımız qurban, onlar haqqında danışmışıq. Qadın gedib şikayət eləməsin heç kəsə. Qadın əgər gəlir bir qadına dərdin danışır, indi tutaq ki, danışdı. O qadın ki, qulaq asır o dərdə, o qadın çalışsın, bunların arasında bir islahat aparsın. Onların ünsiyyətini düzətsin. Hədis var, kim 2 nəfərin ünsiyyətini düzətsə bir xanımdan, bir həyat yoldaşının, yəni ünsiyyətləri pozulub, bu düzəldir. Allah deyir, onun o əməlinə görə mən 1000 şəhidin əcrini verirəm. Bu bir.
O yoldakı addım atacaq və o yolda hər nə qədər sözdən istifadə eləyəcək, istər xanım, istər kişi, kim ki orada ünsiyyət düzəldir, ondan söhbət gedir. Hər sözün müqabilində, hər addımın müqabilində Allah deyir, bir il ibadətin savabını mən yazaram ona. Bu vəzifədir, bu cümlə olsun. Yəni aranı, ünsiyyəti xarab eləməsin, ünsiyyəti gözəlləşdirsinlər. Əl-ləzīnə vəl-ləzīnə yənquzuna. Ayədir Quran-ı Kərimdə. Əhəddəlləh min bə'di misaqih və yəqtəunə ma əmərəlləhi bihi ən yu'sələ və yufsidunə fil-ərd ulaikə ləhumul-lə'nə və ləhum su'ud-dar. O kəslər ki, mən bizə aid olan mövzunu götürürəm, o kəslər ki, ünsiyyəti pozurlar. Bu ayənin bir mənası da budur ki, məsələn, iki nəfər bir yerdədir, bu müdaxilə eləyir, aralarını vurur. Bu ki, müdaxilədə aranı vurdu, deyir, onu iki əzab gözləyir, bir lənət və bir də pis aqibət, cəhənnəm. Başqa ayədə buyurur, Ulaikə humul xasirun. Onlar ziyan çəkirlər. Olmaz. Gələk çalışır, ünsiyyət düzəlsin. İndi xanım gəlir, kişiyə dərdin danışır bəzi vaxtlar. Xanım da gəlir, bir naməhrəmə deyir ki, mənim həyat yoldaşım bu cürlə məndən ünsiyyət qurur, kobud rəftar eləyir. Yəni, naməhrəm də qulaq asır. Düzəldə biləcəksə ünsiyyəti ondan işim yoxdur. Amma bu kişi də müğayət olsun. Nə cür danışır, nə sözlər deyir, hansı sözlərdən istifadə edir, o xanımın qəlbini ovlamasın. Başlaya deyə ki, doğrudan sən çox şeyə layiqsən, niyə belə olsun sənin həyat yoldaşın? Güya ünsiyyət düzəldir. Güya ünsiyyət düzəldir. Amma günbəgün özünün məhəbbəti onun qəlbinə daxil olur və həyat yoldaşının nifrəti qəlbinə daxil olur. Olmaz. Belə insanlar eşitsinlər və bilsinlər. Bəla qapıların gəlib döyəcək. Gecə tezi var. Onlar ki, ünsiyyəti xarab ediblər. Onlar ki, daxil olublar, bir ailəni dağıdıblar. Amma adın qoyurlar ki, biz istəyirdik ünsiyyət düzəldəyik. Şeytan bilirsiniz nə qədər rəzildir? Mən asla yekunlaşdırıram. Bilirsiniz nə qədər rəzildir? Bir nəfər deyir, möminlərdən biri deyir, mən bir dənə xanımla danışırdım, Allahdan danışırdım, amma o xanım ailəliydi. Mən dindən danışırdım, o mənə dindən danışırdı, mən ona dindən danışırdım. Özlüyümdə amma biraz da olsun hərdən fikirləşirdim, görürsən, düzdür yoxsa yox. Amma bu tərəfdən gəlirdim, deyirdim ki, Allahdan danışıram da. Burada nə var ki? Bir gün yatdım, bir dənə səslə, o səs 3 dəfə mənim qulağıma çatdı, o səslə durdum ayağa. O səs bu idi ki, mənə gördüm, dedilər ki, xəcilna, vallah, xəcilna ən Yusuf. Xəcilna min Yusuf. 3 dəfə bu sözü dedilər mənə. And olsun Allaha ki, Yusifdən xəcalət çəkdim. Oturdum, fikirləşdim duran kimi ki, niyə adam Yusifdən xəcalət çəkər? Ona görə Yusifdən xəcalət çəkdim ki, çünki Yusif o qədər günahın şəraitində Züleyxaya dedi, yox. Mən də aldadıram özümü buradan, danışıram onunla. Mən deyirəm, danışıram. Yəni, bu söz mənə nida oldu ki, bilginən, qiyamət günü deyəcəksən, xəcalət çəkdim. Doğrudan xəcalət çəkdim. Yusifdən insan utanar. Yusif o şəraitdə ki, evdə heç kəs yox idi, evlərin bütün qapıları bağlı idi, dəvət edən xanım idi, Yusifin cavan vaxtları idi, xanım cavan vaxtları idi, xanım olduqca gözəl idi, heç kəs yox, çağıran xanım qəbul eləsə, bunun müqabilində pul, vəzifə, qəbul eləməsə, zindan, bunların hamısına baxdı, dedi, məazəllah. Allah, sənə sığınıram. Mənə Züleyha lazım deyil. Mənə sən lazımsan. Xəcalət çəkəcək bəzi insanlar. O insanlar ki, ünsiyyəti pozdular bir xanımla, oğlanın ünsiyyətini pozdular. Xanım, məsələn, pisləməklə oğlanı, oğlan da bir başqa bir yaq deyildiyi məsələlərlə ünsiyyət pozdular. Bunlar cavab verirlər qiyamət günü. Və deyildi bu iki haqq. Biri bu oldu ki, həyat yoldaşının eyblərini gizlətsin. İkinci də bu oldu ki, itaət eləsin həyat yoldaşına. Həsrəti yekunlaşdırın.
ən axır anlarda idi. Peyğəmbərdən sonra oldu bu hadisə. Həzrəti Peyğəmbərdən sonra Əli əleyhissalamı məcburi beyyətə çıxartdılar. Beyyət eləməyə. Həzrəti Zəhra salamullah aleyhə durdu. Baxdı onlara, baxandan sonra dedi ki, mən qoymaram. Belə olsun, qoymaram, əliyini gözümün qabağında vurur. Dedi, Həsənlə Hüseynin əlindən tutacam, geyəcəm Peyğəmbərin qəbrinə, oradan şikayət edəcəm. Və tutdu Həsənlə Hüseynin əlini getdi. Əli əleyhissalam Salmana dedi, Salman, get Zəhraya dinən, qayıtsın, şikayət eləməsin. Şikayət eləsə Mədinədə aləm deyər bilirlər.